Hər kəsə salam. Bugün mən sizlər üçün used to, get used to, become used to ilə bağlı 3-cü sualın izahını bölüşəcəm. Sualın izahı olduqca sadədir. Yazdığım qeydləri sizlə aparmaqla bu dərsi tam şəkildə öyrənə bilərsiniz. Deməli, biz burada 3 ifadə görürük. Used to və qeyd edim ki, sual miq tipdə olan sualdır. Used to keçmişdə adət halını almış, vərdiş olaraq etdiyimiz, bugün isə heç etmədiyimiz hərəkətləri bildirir və özündən sonra to-suz feilin birinci formasını götürür. Get used to və become used to isə nəyəsə alışmaq, öyrəşmək deməkdir. Özlərindən sonra feilin ing-li formasını və ya noun, yəni isim götürür. Become used to da həmçinin deməli. Become used to üstə gələk ing və ya noun. İndi isə gəlin variantlara baxaq. Bizdən düzgün variantı seçmək istəyir. Deməli, used to-nu biz gördüksə də feilin to-suz formasını qoymalıyıq. Qoy. A yanlış. To be used to görürüksə, feilin ing formasını yazmalıyıq. Going. B yanlış. Used to gördüksə, feilin to-suz məstər formasını qoymalıyıq. C doğru. Get used to görürüksə, feilin ing formasını yazmalıyıq. D yanlış. Become used to görürüksə, feilin ing formasını yazmalıyıq. E yanlış. Daha çox izahlar üçün kanalıma abunə ola bilərsiniz. Sağ olun.